Bugünkü yemeğimiz yine Meksika mətbəxindən enchilada hazırlayırıq. Enchilada'ya gedən şeyler burada gördüğünüz kimi pendirimiz var, rendelenmiş, soğanımız var, lovyamız var ve acı şirin biberimiz var, doğranmış göğrəklə kukuruzumuz var, tomatlı pastamız var, paprikamız var ve burada duz sot ve burada lavaşımız var, etimiz de orada qovrulur. İki cür ətin hazırlayırıq, həm toyuq ətindən xırda-xırda doğranmış, burada da mal ətinin parçası var, o da qovrulur. Soğanımızı əlavə edeyim. Soğan. Sonra biberimiz. Biraz qovrulsun, sonra kukuruzumuzu əlavə edeyim. Tuzumuzu vururuq. Qara istotumuz. Paprika. Kukuruz. Kırmızı lobya. Ve karıştırıp ve tomatımızı vururuq. On dəqiqəyə hazırdır. Artıq ətimiz hazır, bu da bizim lavaşımız. İlk önce toyuğumuzu qoyaq. Və qırağına pendir qoyuruq az. Və bu qaydada bükürük. Ehtiyac yoxdur qırağın sadını bağlamağa. Və sonra mal ətimizi hazırlayırıq. Bu da mal ətidir. Buna da pendir vururuq ki, pendiri içine qoysan ki, əriyir, ət dağılır, əti yəni qleyləyir olur. Hələ ki, hərəsindən bir post düzəldirəm.